səfər Goranboy rayonu, Goranboy şəhərindən çıxdıq. Gördüyünüz Goranboy şəhəri. Şahməmmədli kəndi, Şahməmmədli kəndi. Birinci səfərdə də məqsəd Goranboy rayonunun bir neçə kəndini gəlmək. Yolumuz devam ediyor. Goranboy rayonu Rəhimli kəndi. Goranboy rayonu Rəhimli kəndi. Yolumuz devam ediyor. Goranboy rayonu Veysli kəndi. Goranboy rayonu Veysli kəndi. Yolumuz devam ediyor. Goranboy. Güclü külək var. Oraya da biraz sürmək biraz çətindir. Goranboy rayonu. Belə bir yola gəlib çıxmışıq. Bu yandan Goranboy rayonundan gəlmişəm, Goranboy şəhərinə. Bu yan Qazanbulaq Gürcallar yolu, bu yan Borsalı, bu yanda Goranboyun kəndləri. İnşallah bu yolla gelib Goranboyun bəzi kəndlərini gəzəcəm. Yolumuz devam edir. Aşağıda gördüğünüz Borsunlu kendi, o yanda Qazıqlar kendi, bu da Bakı Qazaq magistralı. Ben de bu yolla Goranboy rayonu kəndlərinə gedirəm. Goranboy rayonu Kürəkçay kəndi. Bu yan Kürəkçay kəndi. Sol taraf Goranlı, sağda Qazancı. Bir anda Qazancı. Yolumuz devam ediyor. Goranboy rayonunun Qazancı kəndi. Burada gördüğünüzde Goranlı kəndi. Orada da Kürəkçay kəndi. Yani hal-hazırda keçdiyim kəndlər Goranlı, Kürəkçay, bu da Qazancı kəndi. Goranboy rayonu. Yolumuz devam ediyor. Goranboy rayonunun Kürəkçay kəndi. Yolumuz devam eder.
Yolumuz devam edir Goranboy rayonu. Goranboy rayonu kəndləri. Karşıda gördüyünüz Qırıqlı kəndidir. Oradan ayla Həmənli. Yolumda hələlik Qırıqlı, Həmənli kəndləri. Ondan sonra da baxacaq. Hələ dəqiq bilməməz çox gedəcək. Belə bir narahat yollardır. İnşallah biraz küləyə qarşı gəldim. Hələlik küləyin səmti var arxadan da ona görə rahat gedirəm. Ondan sonra dönəndən sonra yenə külək verəcək. Devam edir Goranboy rayonu. Qarımsalı, Qırıqlı yol. Bu yol Qarımsalı, Qırıqlı, bir də Həmənliyə gedir. Yollarla gəlmişəm. Kimsəsiz belə bir yoldur. Yolla da Həmənliyə getməliyəm. Yolun üstündə Qarımsalı, Qırıqlı kəndlər olmalıdır. Yolumuz devam edir. Yolumuz devam edir Qarımsalı kəndi. Goranboy rayonunun Qarımsalı kəndi. Qarapirimli kəndi. Hal-hazırda Goranboy rayonunun Qarapirimli kəndi. Yolumuz devam edir Goranboy rayonunun Qarapirimli, Qırıqlı kəndləri arasında olan yolun kəndi. Meşəsi var. Goranboy rayonu, Qarapirimli, Qırıqlı kəndləri arasında yerləşir. Devam edir. Goranboy rayonunun Qırıqlı kəndi. Yolumuz devam edir. Devam edir Goranboy rayonu kəndləri. Yollardan gəlmişəm. Buradan da inşallah Həmənli kəndinə gedəcəm. Oradan sonra baxarıq görək hara gedək. Həmənli yolunda qalan və bir ilan çıxdı. Ora o kadar isti geldi ki. Gördüğünüz gibi böyük bir ilandı. Az qaldım Belsebətə ayaqlayam. Vaxtında çəkdim Belsebətə. Qızılqalana oxşuyur, rəngi qırmızıdır. Yollar cəhənnəm olduğuna görə ilan çoxdur. İlanlar çoxdur, bu 8-ci ilandır mənim qabağıma çıxır. Gördüyünüz kimi təxminən bir 80 santiyə qədər var. Rayonun Həmənli kəndi. Yolumuz devam edir Həmənli kəndindəyəm. Buradan da görək hara gedəcək. Devam edir Goranboy rayonu. Yenə də uyğun meşələri.
Həmərli, poligon, Goran yolu. Bu dəfə yolumuzu buradan saldıq. Belə bir kimsəsiz yoldur. Buradan çox az hasarlarda maşınlar gedir. Bu da yoğun meşələri. Devam edir. Daha bir yoğun meşəsi. O yan Həmərli yolu. Bu yanda poligon. Yolumuz devam edir. Goranboy. Karşıda da gördüğünüz Bozdağ. Arada sonralarda kürəkçək qorxu olmalıdır. Hələ də qorxun yolunu tapa bilmirəm. Ama gələcəkdə planımdır ki, o qorğa gedim. İnşallah gedərik, nə vaxtsa. Yolumuz devam edir. Belə bir yolla gedirəm. Kimsəsiz bir yoldur. Bu da bu yolu seçdim. Yolumuz devam edir. Goranboy, Yevlaq arası. Poligon yolu. Bozdağ, bir yanda Goranboy. Yol bir dəfə gəlmişəm. O yolla Mingəçevirə getmişəm. İndi hal-hazırda bu yolla Goranboya gəlirəm. Yolumuz devam edir. Goranboy rayonu, Goran, poligon yolu. Yani Goran, yanda poligon yolu. Goran qəsəbəsi axır ki, gəlib Goran qəsəbəsinə çatdım. Devam edir. Goranboy rayonu, İrəvanlı kəndi. Axır ki, gəlib Goranboya satdıq. Bugünkü səfərimizdə də Goranboy şəhərindən çıxdıq. Haradasa Goranboyun 10 dənə kəndi. 10 dənə kəndini gəzdim. Yəni Borsundan girdim, az aşağı düşüb Həmərli, poligon yolu, Goran, buna Goranboy. O da ümumi götürəndə 60 kilometrdən çox yola gəldik. Çətin oldu, şüvərtə çox idi. Amma getdik, gəldik, çıxdıq.